Salam, hörmətli izləyicilər. YouTube kanalıma xoş gəldiniz. Mən Zaur Seyidzadə istəyən bugünkü videoda ayrılmaq istəyən şəxslərə və istehsal olan şəxslərə bir neçə faydalı məsləhət verin, tövsiyə verin. Düşünürəm ki, tövsiyəmin faydası çox olacaq. Xüsusilə də oturaq vəziyyətdə işləyən şəxslərə, eyni zamanda əyri olan şəxslərə. Mən özüm əyri arabasında olduğuma görə bunun faydasını çox görmüşəm. Hörmətli izləyicilər. Zəhmət olmasa videonu beğenin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun və verdiyim məsləhətin də faydası çox olsun. Hörmətli izləyicilər. Deməli, söhbət nədən gedir? İmkan daxilində əgər ayrılmaq istəyirsinizsə, eyni zamanda stresindən uzaq olmaq istəyirsinizsə, şahmat oynayın. Şahmat insanı ayrıladır. Bu sözü mən tək demirəm, bu sözü Qrasmisli, dünya çempionu Anatol Karpov da deyib. Deyib, yarışlar vaxtı mən 5-6 kilo ayrılıydım. Hələ ona belə deyə də xüsusi yemək verirlər, xüsusi qidalar verirlər ki, ayrılmasın, formada qalsın. Mən özündə belə deyə, öz həyatında yoxlamışam, hörmətli izləyicilər. İnsan əgər şahmat oynayırsa, mütləq qaydada ayrılır. Mən özümü formada onunla saxlayam. Fikir vermişəm, haçınsa oynamayansa və məndə belə deyə kökəlmə gedir. Eyni zamanda istəyirsə xeyri var. Hörmətli izləyicilər, onu da qeyd edir, diqqətlə baxın. İnsan şahmat oynadığı zaman bütün problemlər yaddan çıxır. Mən şəxsən öz təcrübəmi bölüşmək ki, mən hansı bir problem beynində olanda mən şahmat oynaya bilmirəm. Oynadığım zaman mütləq uduzmayam. Hətta 100% bilirəm ki, uduramağa. Yəni uduzuram. Ona görə şahmat bir şeydir ki, insanı məcbur edir ki, yəni ki, oynadığım zaman bütün problemlərdən uzaq qalır. Stresslərdən uzaq qalır. Bu da nisbət təsir göstərir insanlara. Hörmətli izləyicilər. Mən valideynlərə tövsiyə edərdim ki, uşaqlarınızı şahmatla oynamağa öyrəşdirin. Özdə həyə yox. Həvəs yaradın. Məsəl üçün gəzməyə gedəcəyik. Məsəl üçün sənə falan şey alacağam. Əgər uçsam, qoy maraq yaransın. Amma bir məsələni də qeyd edin, hörmətli izləyicilər. Ayda ildə bir daha yox. Onu oynayırsınız, gündəlik oynayın. Heç olmasa bir gündən bir oynayın ki, yəni bədən öyrəşsin, beyin öyrəşsin. Beyin insan bədəndə olan yağları yandırır. Beyin fikirləşdiyi zaman. Yəni belə insanın belə gücü beyinə gedir. Və yorğunluq əməyə gəlir. Bu yorğunluq nəticəsində də belə ayrılma əməyə gəlir. Və yatmağa nisbət təsir göstərir müəyyən qədər. Düzdür, o bizim yarışlar vaxtı olsun. Yarışlar vaxtı həyəcandan o bizim yata bilməzsiniz, fikirləşərsiniz. Amma normal şahmat oynayan şəxs mütləq qaydada yuxusuna da təsir nisbət edir. Hörmətli izləyicilər, bunu mütləq edin. Oynayın. Özünüzü məcbur edin ki, mən həftədə 2 dəfə 3 dəfə oynayacağam. Hətta bacarırsınız gündə oynayın. Yəni ki, bu belə bir şeydir ki, bir ay oynasınız gündə. Artıq öyrəşəcəksiniz ki, mən oynamayam. Hörmətli izləyicilər, mən belə bir şey danışmaq istəyirəm. Bəzi adamlar deyir ki, mən oynaya bilmirəm, bunu necə oynayır. Mən də vaxt var idi, oynaya bilmirdim necə oynayır. Və belə deyək, mənim əyri olmağımın səbəbkar erməni həkimlər olub. 83-cü ildə məni əməliyyat ediblər 2 yaşım olanda. Sonra mən də əyri olmuşam. Yəni nerv sistemi arxadan toxunub və sinir sistemi. Ondan sonra əyri arabasında olmuşam. Və mən şahmat oynamağa necə başladım? Harası 95-ci ili evdə oturmuşdum, televizora baxırdım. Bir də gördüm dünya çempionu Qarl Kasparov oynayır. Mən də vəziyyətdə əməliyyatdan acığım gəldi ki, məni əməliyyat ediblər, yəni əyri olmuşam. İndi də acığım gəlir. Ona görə mən qabağıma məqsəd qoydum ki, şahmat oynamağa öyrənəcəm və ona qalib gələcəm. Düzdür, müəyyən qədər yarışlara getdim. Sonra həyat dəyişdi, mən təşkilat açdım, işlədim, yəni yarışlara qoşa bilmədim. Yəni sözü nə gətirəm? Yəni insan istəyəndə, belə deyək də, məcbur olanda, yəni öyrənir. Öyrənir, belə deyək, həzz öyrənir. Mənə bir şey danışmaq istəyəm. Mənə düz 30 müəllim tapşırıq vermişdi ki, yay vaxtı tətildə bu tapşırıqları öyrənərsən. Amma mən yay vaxtı onu 2 gün hər verdim, 29-un. Birində bir dənə məsələ vardı ki, şaxa əl dəyib o barədə məlumat vermir. Qara qurmanla belə deyək, qarşı tərəfin mat vermək oldu da. Onu da mən bilmirdim, şaxa əl dəyib. Müəllimin dedi ki, sənə mağarız. Bir dənə bunu bilmərsən, mən bildim deyə bilməyəcəksə. Amma digərlərin 2 günə hər verəmisənsə, dəhşət bir şeydir.
təşəkkür də etdi mənə. Yəni ki, insan oynayanda müsbət tərəfi o. Həm ağırlıysa, həm beyin inkişafı, həm təmkinli olsa, həm səbirli olsa, həm biraz başqa cürə düşünürsə, bu müsbət bir şeydir, hörmətli izləyicilər. Bu məlumatı paylaşın, qoy hamı bilsin. Kanala da abunə olun, dəstəkləsin. Bir də şərhlərdə yazın görün. Əgər kimsə mənim məsləhətimə qulaq asıb, eləsi görə faydasını görüb, görməyib, nətər olub, yazın şərhlərdə, hörmətli izləyicilər. Diqqətinizi görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun.